Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən bloger məsuliyyətə cəlb edilib. Məlumata görə 1995-ci il təvəllüdlü Kərimovanın Instagram hesabında ictimai mənəviyyata zidd hərəkətlər etməsi müəyyən edilib. Belə ki, onun Instagramda 150 min nəfər izləyicisi olan səhifədə videolar çəkərək bədəninin müxtəlif hissələrini nümayiş etdirməklə öz mobil nömrəsini paylaşdığı müəyyənləşib. Onun hər hansı geyimi təbliğ etmək məqsədi olmayıb. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evində çəkilən 68 min istifadəçi tərəfindən bəyənilən və əxlaq normalarına uyğun gəlməyən, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək, əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada davranaraq, cəmiyyətə açıqcasına hörmətsizlik ehtiva edən hərəkətlər xırda xuliqanlıq hesab olunub. Faktla bağlı olaraq Abşeron rayon polis idarəsi tərəfindən Kərimova barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə bir məzmun təəssüratı yaradan jestlərin edilməsinə, insan bədəninin hissələrinin əxlaq normalarına və yaxud da ki, milli mənəvi dəyərlərimizə zidd formada göstərilməsinə görə maddəsinə əsasən protokol tərtib edilib. O izahat verib və bildirib ki, qadın cazibəsini nümayiş etdirmək məqsədi ilə bu kimi videolar çəkərək paylaşıb. Abşeron rayon məhkəməsinin qərarı ilə bloger 750 manat cərimə olunub. Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.